بسم الله الرحمن الرحيم الرحمن علم القرآن. بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين. الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهرين لا سيما بقية الله في الأرضين. روحي وأرواح العالمين لتراب مقدمه الفداء ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله. أما بعد، اللهم وفقنا لما تحب وترضى. Allahın lütfu inayeti ilə bugün bizim məntiqdə bəhsimiz İstidlal-ı mübaşirin son bəhsidir. İstidlal-ı mübaşirin artıq bəhslərinin sonuna çatırıq. Allahın lütfu ilə gələn dərsimizdən istidlal-ı qeyri mübaşirə inşallah başlayacaq. İstiqradır, təmsildir, qiyasdır və bunların hesab kitabına. Amma istidlal-ı mübaşirdə bəhsimiz nəqzdə, nəqz-ü tərəfeyn. Çünki nəqz-ül məhmulu keçdik, nəqz-ül mövzunu keçdik. İndi nəqz-ü tərəfeyn. Nəqz-ü tərəfeyn, yəni həm mövzunu nəqz eləyəcək, həm məhmulun özünü nəqz eləyəcək bizlər. Xoş, biz mövzuda məhmulun hər ikisini nəqz elədikdə, bu zaman kəmiyyətdə dəyişiklik olacaq. Kəmiyyətdə dəyişiklik olacaq. Amma keyfiyyətdəki dəyişikliyə əl vurmayacaq. Yəni, kulli olan cüzü olacaq, fərz eləsək cüzü olan kulli olacaq. Amma biz mucibə və salibəsi olduğu kimi saxlayacaq. Və sidq-i qəziyyə bu cür qoyulur. Nəqz-i mövzudakı kimi. Nəqz-i mövzudakı kimi. Yəni, oxşar cəhət deyiləndə artıq zihinlərə gəldi ki, yəni bizim nə mucibi cüz'iyyəmiz nəticəsi mötəbərdir, məntiqi cəhətdən heç vaxt, nə salibi cüz'iyyəmizin nəticəsi mötəbər deyil nəqz-ü tərəfində. Biz qalır iki dənə, bir mucibi külliyyəmiz, bir salibi külliyyəmiz. Mucibi külliyyədə biz dedik ki, nəqz edəndən sonra hər iki tərəfi fəqət kəmiyyətini neynəyəcək? Biz bunları dəyişiklik eləyəcək. Amma keyfiyyətində işimiz olmayacaq. Biz keyfiyyətində işimiz olmayacaq. Mucibə elə mucibə olaraq qalır. Amma kəmiyyətində dəyişiklik etdiyimizə görə kulli cüz'iyyə çevrildi. Biz mucibə külliyyəmiz olur, nəticə etibarı ilə alırıq mucibə cüz'iyyə. Misal, hər bir alim öz elminə əməl edəndir. Hər bir alim öz elminə əməl edəndir. İndi biz istəyiriksə bunun nəqz-ü tərəfeyni düzəldək. Çünki dedim, mucibə-i cüz'iyyə olacaq. Bəzi alim olmayanlar öz elminə əməl etməyəndir. Öz elminə əməl etməyəndir. Yəni, alim olmayanlardan bəziləri ki, məlumdur,
öz elmlərinə əməl etməyənlərdirlər. Çünki mucibəliyi qaldı yerində və cüz'ülüyü. Və görün, bu bütün hallarda bu hal özünü doğruldur. Yəni, mucibe-i kulliyemiz bütün hallarda. Çünki bax, mövzumuz alim olmayanlar. Əvvəl alim idi, nəqzi alim olmayan. Məhmul, öz elminə əməl edən, burada isə nəqzi nə oldu? Öz elminə əməl etməyən. Amma qəziyyə mucibi olaraq qalır, deyir, o xəbər şəkilsi artırırıq. İnkar yox, müsbət halını. Və əvvəli cüz'iyyə, bəzi kəlməsini ilə düzəldirik. Salibə-i kulliyəmizdə eynən salibə dedik, cüz'iyyə olacaq mucibə kimi. Çünki keyfiyyətində biz dəyişiklik eləyə bilmirik. Eləyəcəyimiz dəyişiklik fəqəd və fəqəd özünü doğruldur kəmiyyətdə. Ona görə salibəli qalır yerində, kulli olur cüz'i. Məsələn, əgər bizdə bu misalı çəksək ki, heç bir münafiq Əli sevən deyildir, Əli əleyhissalamı sevən deyildir. Bu bir dənə qəziyyədir. İndi istəyirik bunun nəqz-i tərəfeyini düzəldir. Nəqz-i tərəfin mövzunu da nəqz eləyəcək, məhmulu da nəqz eləyəcək və cüz'isini ilə nəticə alacaq. Yəni, deyəcək ki, bəzi münafiq olmayanlar Əli əleyhissalamı orada sevən idi, burada sevməyən deyirlər. Bəli, baxırsan ki, bəzi münafiq olmayanların bəziləri Əli əleyhissalamı sevməyən deyirlər, yəni sevməndirlər. Və görür, nəticədir, bədüzdür. Ki, bəli, bəziləri münafiq deyirlər, amma yenə də Əli əleyhissalamı sevmirlər. Xoş. Bizim nəqz-u tərəfi ilə işimiz qutardı. Bir məsələdir, müəllif kitabın bu bəhsin sonunda ona da bir diqqət edək. O da budur ki, deyir ki, bəzən bizlər istəyiriksə, əksin nəqizi müxalifi ələ getirək, əksi nəqizi müxalif. Deyir, elə biz bu nəqz qaydasından istifadə edəcək. Nə edəcək? Əsli qəziyyəmizin özünü nəqzi məhmul eləyirik əvvəlcədə. Nəqzi məhmul eləyirik. Ondan sonra bu nəqzi məhmulu əksi müstəvi eləyirik. Əksi müstəvi eləyərkən nəticəmiz bizim olur. Əksi nəqiz müxalif. Əksi nəqizi müxalif. Yəni, iki dənə ortada vasitə işlədərək biz qəziyyəni əksi nəqizi müxalifə çevirib bunu istidlal getirə bilərik. Məsələn, biz desək ki, əsli qəziyyəmiz bu olsun ki, hər mümin Əli əleyhissalamı sevəndir. Hər bir mümin Əli əleyhissalamı sevəndir. İndi biz bunun nəqz-il məhmul eləyəcəyik. Nəqz-il məhmul eləyəndə bu cür cavab olacaq ki, hər bir nəqz-il məhmulda biz kəmiyyətli işimiz yox idi, keyfiyyətli işimiz var idi. Deyəcək ki, heç bir mümin Əli əleyhissalamı sevməyən, nəqz-i məhmuldur da, Əli əleyhissalamı sevməyən deyil. Bu mənası nədir? Yəni, hər bir mümin Əli əleyhissalamı sevəndir. Görsən, istəyirəm. İndi
biz bunu əksi müstəviyə çevirəcəyik ki, əksi biz nəticələ əksi nəqizi müxalifi. Xub, onda necə eləyəcək? Heç bir Əli əleyhisselamı sevməyən, heç bir Əli əleyhisselamı sevməyən mümin deyil. Heç bir Əli əleyhisselamı sevməyən mümin deyil. Çünki biz əksi nəqizi müxalifdə demişdik ki, məhmulu nəqiz eləyib, əks eləyəcəkdik. Bu, həmin şey burada alındı bu proseslər. Biz indi əksi nəqiz müvafiqi də bu formada düzəldə bilərik. Amma bir dənə də əlavə proses burada lazımdır. Biz qəziyyəni, əsli qəziyyəni nəqzi məhmul eləyirik. Ondan sonra onu nəqzi məhmulumuzu əksi müstəviyə çeviririk. Ondan sonra əksi müstəviyə çevrilmişik də, düzdür? Burada bizim mövzumuz nəqzi oldu, düzdür? İndi yerdə qalan o əldə olan məhmulun özünə nəqz edirik. Olur əksi nəqizi müvafiq. Əksi nəqizi müvafiq ki, qədim məntiqçilərin bu əksi nəqizdəki istidlal tərzidir. İnşallah Allahın lütfu ilə bu bəhsləri bitdi. Biz inşallah gələn dərsdə artıq istidlal-ı qeyri-mübaşirə başlayırıq. Məntiqin mühüm bəhslərindən biridir. İstidlal məqamından. Bunlar özləri də. Məsələn, bir nəfər iddia, biz məsələn, bugün necə dərslər keçdik, bugün necə olan dərslərimizin bizim. Orada bu istidlal məqamında, istidlal-ı mübaşirdə, yəni bir dənə cümlə deyir, sənin o dediyin cümlə düzdür ya yox, bu formalarda əkslə, nəqizlə, biz bunları neyini yoxluyuruq ki, o cümlə düzdür, məntiqi cəhətdən, ya düz deyil. Bəs bu mühümdür. Amma indi bu bir dənə iddiasının ağzından çıxan bir cümlə. İndi biz gələn dərsdə artıq qeyri-mübaşir budur ki, ən azı 2 və 2-dən çox qəziyyə ilə bizə istidlal gələcək. Hansı formada bu düzgün olacaq, hansı formada düzgün olmayacaq. Tapşırıq inşallah olaraq bizlər həm nəqzi tərəfeynə hərəsinə 3 dənə misal, mucibə kulliyyə, salibə kulliyyə və hərəsinə bir misal da əksi, nəqizi, müxalif necə düzəldirdik, nəqsi tərəfinə, nəqzin məhmuluna və əksi nəqizi müvafiqi də bizdə nəqzil məhmulla necə düzəldirik. O proseslərin hərəsinə bir ən azı misal yazıb inşallah göndərərsiniz tapşırıq olaraq. Vəlhamdülillah və sallallahu ala Muhammedin və alihəl-əthər.